Azərbaycan və Gürcüstan möhkəm dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Güclü təməllər üzərində qurulan, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimiz bu gün də hərtərəfli və uğurla inkişaf edir. Bu ölkənin rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycan Gürcüstan üçün dəyərli dost, etibarlı tərəfdaş və qardaş ölkədir. Gürcüstan və Azərbaycan rəhbərlərinin mühüm hadisələrlə bağlı bir-birlərini ilk təbrik etməsi, həmçinin Gürcüstanın baş naziri İrakli Kobaxidzenin və bu ölkənin prezidenti Mixail Kavelaşvilinin seçkilərdən sonra ilk xarici səfərlərini Azərbaycana etməsi ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlərin olmasından xəbər verir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında Gürcüstan həm də ev sahibi kimi dəfələrlə çıxış edib və Xarici İşlər Nazirləri səviyyəsində görüşün təşkil olunması da göstərir ki, Gürcüstan bölgədə dayanıqlı inkişafda və sabitlikdə maraqlıdır. Ümumilikdə, məhz ali səviyyədə siyasi məsləhətləşmələrin və görüşlərin, təmasların davam etdirilməsi bu bölgənin inkişafı nahilədir. Bugün Azərbaycan-Gürcüstan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Avropaya yüksək gərginlikli elektrik kabelinin çəkilməsi kimi birgə layihələr həm ölkələrimiz üçün, həm də daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Onu da qeyd edək ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkələrdən biridir. Həmçinin ölkəmiz Gürcüstanın 5 əsas ticarət tərəfdaşı sırasındadır. Bununla yanaşı Gürcüstan limanları Azərbaycan malları üçün dünya bazarlarına mühüm qapı rolunu oynayır. Yeri gəlmişkən, Azərbaycan Gürcüstan tranziti vasitəsilə hazırda 11 ölkəyə təbii qaz ixrac edir. Azərbaycanın birinci enerji strategiyası olan neft strategiyasının, ikinci strategiyası olan qaz strategiyasının və üçüncü enerji strategiyası olan alternativ enerji strategiyasının həyata keçirilməsində birgə iştirakçılıq hesab edirəm ki, digər dövlətlər üçün də bir nümunə ola bilərdir. Bakı-Tbilisi Ceyhan neft boru kəməri, Cənub qaz dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və yeni layihələndirilmiş və icrası başlanılmış Xəzər dənizi, Qara dəniz, Avropa yaşıl enerji dəhlizi və digər layihələr formatında olan əməkdaşlıq iqtisadiyyatın digər sahələri üçün də stimul verici bir qüvvədir. Onu da qeyd edək ki, ölkələrimiz Orta Dəhliz layihəsi çərçivəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərir. Xatırlamaq yerinə düşər ki, cari ilin əvvəlində Gürcüstan baş naziri İrakli Kobaxidze ilə birlikdə mətbuata bəyanatla çıxış edən zaman Prezident İlham Əliyev müvafiq qurumlarımızın bu layihəni də uğurla başa çatdıracağına əminliyini ifadə etmişdi. Bunun böyük coğrafiyanı əhatə edən layihə olduğunu və yenə də Gürcüstanla Azərbaycanın burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynadığını bildirmişdi. Beləliklə, bütün bunlar fonunda Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından böyük önəm daşıyır.